Edersin platformasının təsis etdiyi Şantememcinin maliyyələşdirdiyi PHP dərslərinin təzə versiyasındayıq. Bu versiyada artıq biz web sayt hazırlayırıq. Web saytı mən yavaş-yavaş başlayacağım. Artıq ağ səhifə görməyəcəyik. Localhostda keçid edirəm. Localhostda çalışırmı server? Server çalışır və əvvəlləri biz dərslərdə belə rəqəmlər falan görürdük. İndi artıq dizaynı parçalamağı və digər dərsləri görəcəyik. Əlimdə bir dizayn faylı var. Template zip deyə bura çıxartdım. Bir də mənim proqramımın işlədiyi bölmə var. Sizdə www-dur. Burada bir-iki dənə təməl fayl yaratmışam. Index.php bizim işləyən PHP faylımızdır. Bunun içində də 2 dənə əlavə faylım var. Bunları siz əldə edə biləcəyiniz yer edersin.com-dan girib əldə edə bilərsiniz. Bu dərs pulsuz olaraq var. Bu dərsin altından əldə edə bilərsiniz. Ancaq bunun bir üst dərsində bu faylın daha irəliləmiş versiyası, daha konflikt versiyaları var. Onlarla daha yaxşı proqramlar yazmaq olar. Bunlar sadəcə mənim işimə yarasın deyə database bağlantısı və mail bağlantısı üçün istifadə elədiyim fayllar olacaqdır. Və editor olaraq həmişəki kimi VS Code istifadə edirəm. Birinci template'imi zipdən çıxardıram, içinə baxıram, içindəki faylları götürüb bizim normal faylların arasına atıram. VS Code'u çalışdırıram. VS Code'dan PHP dərsini açıram və fayllarım bura gəlibdir. Düzdür, belə biraz narahat olacaqdı yaxından görmək, ancaq çalışa bildiyim qədər davam edəcəm. Birinci bir dənə qovluq yaratmaq istəyirəm burada. Faylları parçalamalıyam. Niyə? Çünki saytda bəzi şeylər təkrarlanır. Hətta biraz saytı bir görəkmi? Saytı görə bilərik məncə. Save elədim və saytı açdım. Belə bir dizaynımız var. Sadə bootstrapla yığılmış dizayndır. Çox belə fantastik görünüşə ehtiyac yoxdur. Bunu həm Azərbaycan dilinə çevirəcəyik, həm də bir-iki kiçik dəyişiklik eləyəcəyik. Tematikamız xəstəxana saytıdır. Xəstəxana saytını yığmağa çalışacağıq. Saytın bəzi yerləri təkrarlanır. Bu bütün saytlar üçün belədir. Məsəl üçün, başlıq qismi təkrarlanır. Bunun altındakı nav var, yəni bu bölmə təkrarlanır. Bu bölmə hara getsəz hamısında eynidir. Bunları mən ayırmalıyam. Ayırmaqdan ötürü tez bir papka yaradıram. Bu papkanın içine adını part qoyuram və partın içində bir fayl yaradıram. Head.php deyə faylı adlandırıram. Bir dənə də fayl yaradıram. Foot.php qoyaq bunda. Footer. O birində gərək header qoyardım. Onun üçün də elə foot qoymağım daha məntiqli olar. Bizim buradakı linklər bunlardır. Nav burada qurtarır. Yəni header burada qurtarır. Baxın buradan da başlayır. How can I help you? Deməli bunu buradan kəsə bilərəm. Bunu kəsdim, gəldim, headin içinə yapışdırdım. Bu arada bunu elədiklərimi tam olaraq başa düşməkdən ötürü HTML, CSS dərslərində öyrənməlisiniz. Bu ayrı məsələdir. Ancaq elədiyim şey hal-hazırda kodları kəsmək və taqların arasında məlumatları düzəltmək. Edersin klinikası. Edersin klinikası. Buradakı Edersin klinikası belə yazılır, səhv eləmirəmsə də. Deməli, hal-hazırda buranı da qeyd elədim və saytın dizaynı qaçdı. Bu dizaynın qaçmağına səbəb header başlıq faylının, partın içindəki başlıq faylının bizdə çağırılmamağıdır. Bunu da çağırmaqdan ötürü
bir PHP sətri yazmalıyam. PHP buradan çağırdım və bunun içinə include dırnaq içində part altında head.php. Bunu eləyərək artıq hətta sonuna nöqtə virgül qoymaq məcburidir. Bunu eləyərək mən bu faylı buradan çağırdım. İndi bundan bərabər digər linkləri də yaradaq. Yəni bu ana səhifəmizdir, digər səhifələr də yaradaq. Digər səhifələr də buradan yaradıram. Bizim hansı səhifələrimiz olacaq? Əlaqə səhifəmiz olacaqdır. Həkimlər səhifəmiz olacaqdır. Həkimlər. Bunları yarada baxmaq daha yaxşı olacaqdır. Contact.php. Bu faylı yaradanda da mən artıq bu arada footer'ı ayırmadıq. Footer'ı ayırmaq yadımızdan çıxdı. Footer buradan başlayır və aşağı qədər davam edir. Eyni şey header'a elədiyim şeyin eynisini footer üçün də elədim. İndi qaldı sadəcə gövdə hissə. Bu arada footer'ı include eləməyi yaddan çıxartmayaq. PHP ilə açdım, tagları bağladım. Include once, buradan sonra da part altında foot.php. Hal-hazırda footer'da işləyir və fərqli yerdədir. Bundan sonra nə edirəm? Kontakt üçün eyni bölməni toparlayıram. Kontakt üçün eyni bölməni toparlamaq üçün bizim header harda qurtarır? Header burada qurtarmalıdır. Bu sectionlar arasında olmalıdır header. Bunu buradan kəsmək yerinə kopyaladım. Kontaktın içine açdım və indeksdəki include'ları burada eləməyə çalışıram. Gəldim. Başlanğıc səhifəyə include elədim. Footer'ı da include elədim. Daxil elədim yəni. Bu səhifəmiz artıq işləyir. Indeks faylımız buradadır. Contact.php faylımıza gedirik. Burada işləyir. Burada qəşəngdir. Fikir verirsinizsə Eders klinikasını ikinci səfər yazmağa ehtiyac qalmadı. Çünki bunların hamısı bir fayldan import olunur. Header.php'dən import olunur. Bunun kimi bir dənə də doctors.php deyə bir fayl yaratdım. Bunun da içinə mən istəyirəm bunları linklərinə bir baxaq görək. HTML belə olsa məncə qəşəngdir. Heç üçüncü fayla ehtiyac yoxdur. Yenə content'i bağlayıram. Bir dəqiqə. Bizim footer. Burada bir dəyişiklik kimi bir şey hiss elədim ancaq neyse. Kontaktı kopyaladım. Kontaktı davam elətdirdim. Buradan da bizə lazım olan qismi kəsdim və kontakt olan bölmənin bir dəqiqə. Tamam. Buranı bu formada eləyək. Kodda inşallah bir xəta yoxdursa da doctors.php deyib mən bu saytı ziyarət eləyə bilirəm. Hər şey qaydasındadır. Ancaq kəsiləcək və düzəldiləcək çox yer var, çox editlənəcək yer var. HTML fayllarımı daha doğrusu silə bilərəm. Bunlara ehtiyacım yoxdur. Bunlar təməl template dizaynı aldığım yerlər idi. Daha təmiz işləmək məqsədi ilə bunları silirəm. Əlimdə qalan hal-hazırda 3 PHP faylıdır. 2 təməl fayllardır. Bunlara root verim. Deməli ana səhifə həkimlər əlaqə PHP doctors PHP
index.php. Bu qaydada dəyişdirdim və yenilədim. Diqqətlə baxsaq, buradakı bütün linklər yeniləndi. Ana səhifəyə gəlirəm, həkimlər, əlaqə, hamısı işləyir. Ancaq hələ də səhifənin gövdəsi ingilis dilindədir. Bunları düzəltməyə başlayaq. İndeks səhifəsindən başlayaq. İlkin olaraq bura gələcək yazıları düzəltməliyik. Azərbaycanda Bakıda Bakıda, Gəncədə o yazı bura gələcəkdir. Bir nömrəli sağlamlıq xidməti sadəcə Dərsim klinikasında həkimlər əlaqə həkimlər səhifəmiz necədir? Doctors PHP əlaqə səhifəmiz contact PHP. Yeniləyək səhifəni. Hər şey qaydasındadır. Həkimlər səhifəsi düzgün işləyir. Əlaqə səhifəsi hər şey qaydasındadır. Aşağıda bu qismdə olanlar nədir? Birazdan kodu uzaqlaşdırmalıyım, çünki bu qismi görmədim. Tamam. Yaxınlaşdırıram telefondan baxanlar üçün. Haqqımızda 2019-dan xidmətinizdə. Bu arada bəli, 2019-dan bəri xidmət göstərən bir proyektdik. Eders proyekti. 2019-cu ildə xidmətə başlayan dərs klinikası kursların xəstə etdiyi, zəhərlədiyi beyinləri xilas edir. Proqramlamanın o qədər də çətin olmadığını insanlara sübut edir. Xidmətlər nəticəsiz testlər ya da dizayn olunmuş binalara ehtiyac olmadığı göstərir. Özümdən bir mətn uydurdum. Reallığı tartışılar var ya da yoxdur. Altında linklər var. Bu səhifə yaxşıdır. Bura öz şəklimi qoyardım, amma qoymaq istəmirəm. Həkimlər səhifəsinə gəlirəm. Həkimlər səhifəsindəki məlumatlar hardan gələcəkdir? Həkimlər səhifəsini düzəltməkdən ötürü keçid edirəm doctors.php-yə. Burada
Bu kartlar mənə hal-hazırda lazım olan kartlardır bunlar. Amma bunun altındakıları istəmirəm. Bunun altındakılar nəsə xoş gəlmədi. Onun üçün də bunları silməliyəm. Biraz uzaqlaşsam görəcəm nə silirəm. Onun üçün biraz kənarlaşdım. Aha. Buranı silsəm məncə həll olmuş olur. Aha. Çox qəşəng bir dizayn aldım. Hətta indi deyəsiniz ki, birinci SQL bağlantısını tamamlayaq. Ondan sonra eləyəcəklərimizə baxarıq. Database dedim, faylım var. Bu bir klassdır. Klass dərslərinə baxıbsınızsa xatırlayırsınız bu nədir. Gördüyünüz kimi public və private elementləri var. Connection private'dır çünki kiber təhlükəsizlik qaydalarına riayət etmək üçün və s. və ilə axır. Hal-hazırda bir database connection yaradacağam, amma bundan qabaq database'i birinci bura import eləməliyəm. Onun üçün də include once database'i include elədim. Burada mənim mailə ehtiyac yoxdur. İndeks səhifəsində də buna ehtiyac yox idi. İndi gəlib buradan database yaratdım. Select all from doctors. Doktorlar cədvəlində olan bütün məlumatları çəkdim. Ondan əlavə doktorları bir-bir ekrana yazdırmaq hal-hazırda. Bir dəqiqə. Yox. Bu sorğu boşdur. Bu sorğu mənə lazım deyil. Bunun yerinə burada bir for each olsa qəşəng olar. For each doctors as key. Həkim. Echo hətta bura bu formada yox. Həkim Echo'dan sonra da Echo bu yazdığı çox bərbad bir koddur. Onun üçün də imkan vermir də mən yazım. Echo həkim nöqtə dollar doktor VS Code dəli olubdur. Bunu deyə bilərəm buradan. VS Code dəli olubdur. Mən yazdığım kodu qəbul eləmir. Özündən kod yazmağa çalışır. Bu formada məncə problem olası deyil. Xəta aldıq. Doctors database face all. Doktor idi bu cədvəlin adı. Doctors cədvəlin adı doctors deyil. Birbaşa ekrana doktor yazdıraq. Onun üçün də echo dollar doktor. Böyle də ekrana doktor yazdıraq görək. Problem nədir? Problem doktorların bu dəqiqə gəlməməyidir. Doktorsu boş göstərir. Aha. Printer'e bu arada bu funksiyanın nə olduğunu indiyə qədər deməmişdim, deyim. Printer'e arrayları, massivləri, çoxluqları, nə deyirsinizsə də onu ekrana yazdırmaq üçündür.
Doktor ID'miz var, first name'imiz var, last name'imiz var. Bayağı məlumat var burada bir doktorla bağlı. Ərrayın 0-cı elemandayıq və 9 həkim var səhv eləmirəmsə. Onun içində for içlə bunun içində gəzəndə biz niyə bunu görə bilmirik? Bu formada bir yazı eləsək nə almış oluruq? Məntiqsizdir bu. Həkim ekrana yazdıraq görək nə var. Bir dəqiqə. Buna bir eko BR lazımdır. Aha. Bunu birini raydan çıxartmış olduq. Nə olduq? Həkim eko var. Həkim burada first olacaqdır. First name. Database mənim deyil, ona görə biraz bu vəziyyətdəyik. Belə bir situasiyamız var. Ancaq bizim kartda bununla bağlı məlumatlar yoxdur. Onun yerinə başqa bir versiyadan istifadə eləyərik. Tamam. Database'i tanıdım bu arada. Elədiyim şey bundan ibarət idi. Çox da belə qarışıq bir şey değildi. Ekrana yazılan yazıları silirəm. Bir dənə for içi saxlayıram ki, nəyin harda olduğunu yadımdan çıxartmayım. Funksionallıq olaraq belə bir funksionallıq istəmirəm. Reportu yükləmək. Hətta reportu yükləmək yerinə şey də yaza bilərik. Görüş təyin et. Görüş təyin et. Bunun da linki hashtag olmaz. Bu arada buna basanda nə olur? Hə, bu bir linkdir. Deməli onda bura mən contact.php yaza bilərəm. Yəni mən bura səhifəni yeniləyəndə görüş təyin et klikləyəndə belə getsin. Geri qayıdıram. Bir problem yoxdur. Mənə lazım olan qism bunu siləndən sonra başlayır əslində. Section 2-ni də sildim. Bunların ikisini birdən silsəm problem olurmu? Yox, olmur. Sadəcə problem bunun ölçüsünün 3 olmağıdır. Yox, o da problem deyil. Tamam. Gördüyünüz kimi əlimdə bir kart qaldı, bir dənəsi qaldı. Burada da bir dənə qalıbdır. Biz bunu artıracaq, kodla artıracaq, PHP kodu ilə artıracaq. Bizim bunu eləməyimizdə səbəb elə əslində odur. Bura bir PHP kod açıram. Bunun içində for içi başladıram. For içi burada başlatdım. Eyni kodu kopyalayıb bu tagın qurtardığı yerə bir dənə də bu kodu yazıram və burada da for içi bağlayıram. Mən burada indi yazdığım elementlərə görə həkimlərin sayı artacaqdır. Yəni görürsüz, dənələrlə həkimlər çıxdı. Ancaq adlar falan düz deyil. Bunu düzəltməyə çalışıram indi. Bunu düzəltməkdən ötürü də eyni qaydada bunu kopyalayıram. Daha doğrusu bura gəlməlidir bu. PHP aha. First name nöqtə boşluq nöqtə last name həkimin adını aldıq. Familiyasını yanına yazaq.
last name balacaydı. Baxaq. John Doe, Jane Smith bunlar artıq databasedən gəlir avtomatik olaraq. Bunu başdakı bu məlumatda silək, bu for each lazım deyil bizə artıq. Bundan başqa bizim hansı məlumatlar var idi ki, printre ilə baxa biləcəm buna yenə. Print reductors. Baxaq görək hansı first name, last name var idi. Bura cinsiyyətini yaza bilərikmi? Yox, yazmağa ehtiyac yoxdur. Specialities-ni yaza bilərik. Bunu kopyaladım. Bunu bura, bunu siləm. Bura yazıram ixtisası. Speciality-ni bura əlavə eləyəcəyik. Sonra başqa hansı məlumatı götürə bilərəm? Telefon nömrəsini götürə bilərik. Telefon nömrəsini götürmək lazımdır. Əlaqə nömrəsi. Əlaqə nömrəsi, adresi var, ancaq adresi çox qəribədir. Elm Street falan yazılıbdır. Adres qisminə də adresi əlavə edək. Təbii ki, bu başdakı printerini siləndə daha qəşəng görünəcək. Rekord davam edirmi? 27 dəqiqədir. İzah edirəm. Burada qəşəngdir. Sadəcə başda bir burada doc həkimlər əlaqə. Super. Bu səhifədə işləyir. Avtomatik qaydada. Hər şey qaydasındadır. Əlaqə qismi qaldı. Əlaqə qismi ilə admin paneli gələn dərsə saxlayaq. Yarım saat çox oldu. Yəni bura qədər dözənlərin də səbrinə maşallah. Gələn dərsdə, bundan sonraki dərsdə playlistdəki admin panelindən mail yollamağı və daha doğrusu mail yollamağı və admin paneldən həkim əlavə edib həkim silməyi görəcəyik. İzlədiyiniz üçün təşəkkürlər. Görüşmək üzrə.